Ukrayna xalqların azadlıq və demokratiya hüquqlarını müdafiə edir və Nikolas Maduro hökumətinin hərəkətləri bütün bu prinsipləri pozur. Yerli mediaya istinadən xəbər veririk ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiga X hesabında yazıb. Ukrayna, xalqların diktatura, zülm olmadan və insan hüquqları pozulmadan azad yaşamaq hüququnu müdafiə edir. Maduro rejimi bütün bu prinsipləri hər cəhətdən pozur. Dünyanın demokratik ölkələri və hüquq müdafiə təşkilatları onun başçılıq etdiyi rejimin törətdiyi geniş miqyaslı cinayətləri vurğulayırlar, o bildirib. Sibiga'nın sözlərinə görə, onlarla digər ölkə kimi Ukraynada Maduro'nun legitimliyini tanımır və Venezuela xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamaq, öz ləyaqətini qorumaq imkanına malik olmalıdır. Ukrayna onların normal yaşayış, hörmət və azadlıq hüququnu dəstəkləyəcək. Biz vəziyyətin beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə demokratiya, insan hüquqları və Venezuela xalqının maraqlarına üstünlük verilməklə daha da inkişaf etməsinin tərəfdarıyıq, deyə o əlavə edib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları ordusu bugün Karakasa zərbələr endirib və ölkə prezidenti Maduro və xanımını ələ keçirərək ölkədən çıxarıb. ABŞ prezidenti Donald Trump, ABŞ-ın Venezuela lideri Nicolas Maduro'nu ələ keçirdiyini və onu həyat yoldaşı ilə birlikdə ölkədən çıxardığını bildirib. Trump şənbə günü Truth Social platformasında paylaşdığı açıqlamada Maduro'nun ələ keçirilməsi əməliyyatının ABŞ hüquq mühafizə orqanları ilə birgə həyata keçirildiyini qeyd edib. ABŞ mediası xəbər verir ki, Maduro şənbə günü səhər tezdən ABŞ silahlı qüvvələrinin əsas xüsusi əməliyyat bölməsi olan Delta Force tərəfindən ələ keçirilib. Həmin bölmə 2019-cu ildə İslam Dövləti terror qruplaşmasının keçmiş lideri Əbu Bəkir Əl-Bağdadinin məhv edilməsində də iştirak etmişdi. Maduro'nun yoxluğunda Venezuela'nın yeni lideri vəzifəsini vitse-prezident Delcy Rodriguez icra edəcək. Silahlı qüvvələr isə artıq xalqa müraciət etmiş Padrino Lopez'in rəhbərliyi altında fəaliyyətini davam etdirəcək. Həm Rodriguez, həm də Lopez Hugo Chavez'in siyasi kursunun tərəfdarlarıdır. Qeyd edək ki, bundan əvvəl ABŞ Maduro'nun tutulmasına görə mükafatı 2 qat artıraraq $50 milyon çatdırmışdı. Bu arada ilkin məlumatlara görə bugün yerli vaxtla saat 2 radələrində Venezuela'nın paytaxtı Caracas'da 7-dən çox partlayış səsi və alçaqdan uçan təyyarələr müşahidə olunub. Venezuela hökuməti Vaşinqtonu bir neçə ştatda mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib. Bildirilib ki, hücumlar Caracas, Miranda, Aragua və La Guaira şəhərlərində baş verib.